Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün gördüyünüz kimi halva bişirəcəm. Bilirsiniz, Məhərrəmlik ayındayıq. Mən də niyyət etmişdim ki, bu ayda halva bişirim və aparım bir mövsüm ağa ziyarətində bunu paylayım və belə də etdim. Allah ziyarətimi də, ehsanımı da, dualarımı da qəbul eləsin inşallah. Amin. Nə edirəm? İmamlarımızın ehsanı olsun deyib işimə başlayıram və onu ələyirəm. Üzərinə duz əlavə edib südlə umaç halına gətirirəm. Qeyd edim ki, mən 1 kilo 200 qram unun halvasını hazırlayıram. 1 kilo 200 qram un, 1 kilo 200 qram şəkər tozu, 1 kilo yağ və 1 litr su. Artıq unumuzu umaç halına gətirdim. Umacımızı hazırladım və aş süzəndən keçirdirəm. Umacı da aş süzəndən keçirtdim. Hamısı eyni qaydada. Qeyd edim ki, umacı axşamdan hazırladım və sərdim ki, qurusun. Keçirəm yağı əritməyə. Mən İran yağından istifadə edəcəm bu dəfə. Yağımızı əridirəm. Qeyd etdiyim kimi 1 kilo yağ əridəcəm. Artıq yağımızı da əritdim, hazırdır. Keçirəm şərbətimi hazırlamağa. 1 kilo 200 qram şəkər tozuna 1 litr su əlavə edəcəm. Və bunu da qoyuram qaynamağa. Çox qaynatmırıq, 15-20 dəqiqə qaynadısa bəs edir. İçərisinə biraz limon sıxıram. Artıq şərbətimiz hazırdır. Umacın necə quru olduğunu göstərirəm sizlərə. Yağı tavaya əlavə etmişəm və umacı da yavaş-yavaş əlavə edərək qarışdırıram. Üzərindən sarı kök əlavə etdim. Mən bu dəfə rəngini açıq götürəcəm. Və umacımızı yağla yaxşı-yaxşı qovururam. Umacımız qovrulandan sonra altını söndürüb şərbətimizi əlavə edirəm içərisinə. Qeyd etdiyim kimi mən rəngini bu dəfə sarı eləyəcəm.
Artıq halvamız bişdi, hazır oldu. Bunu qazana yığıram. Hazır alınma yuxalar almışam. Bunları yuxalara bükəcəm. Dediyim kimi niyyət etmişdim ki, halvanı bişirim və bunu aparım ziyarətgahda paylayım. Belə də etdim. Halvanı bişirdim, yuxalara bükdüm və yollandım bir mövsüm ağa ziyarətinə. Allah hər kəsənin duasını, niyyətini, ehsanını qəbul eləsin. Mənim də dualarımı onun içində. Amin. Gördüyünüz kimi yuxaları da hamısını eyni qayda ilə bükdüm və bunları paketə yerləşdirirəm. Dediyim kimi paketə yerləşdirdim və yollanırıq bir mövsüm ağa ziyarətinə. Allah ziyarətimizi, dualarımızı qəbul eləsin. Amin. Bəli, dəyərli izləyicilərimiz, bir videonun daha sonuna gəldik. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı izləyərkən bəyənməyi unutmayın. Hələlik bu qədər, sağ olun, Allah'a əmanət olun.